Salam, hər vaxtınız xeyirli olsun əziz müəllimlər. Deməli, 20 sualdan ibarət olan Azərbaycan dili və riyaziyyat sınaq 3-ə gəlin bir yerdə baxaq. Onu da qeyd edeyim ki, bu sınağın linkini videonun açıqlama hissəsinə yerləşdirirəm hər zamanki kimi. Yenidən orada, yəni birinci orada işləyib, daha sonra izaha baxa bilərsiniz. Yəni mən belə deyim də, sistemdən görürəm kimlərin işlədiyini, nəticələri də görürəm. Yəni bu da məni həqiqətən sevindirir. O qədər müəllimin işləməyi, yəni hardasa bir 100-ə yaxın müəllim işləyir sınaqlarımızı. Bu da çox sevindirici haldır ki, yəni daha çox insanın qarşısına çıxır videolarım. Qeyd edeyim ki, əgər videolar yararlıdırsa, videonu bəyənməyi, abunə olmağı, bildirimləri açmağı unutmayın, xahiş edirəm. Gəlin birinci sualımıza baxaq. Deməli, birinci sualımız Azərbaycan dilindən köməkçi nitq hissələrinə aid bir sualdır. Deyir ki, hansı cümlədə yalnız 2 müxtəlif köməkçi nitq hissəsinə aid nümunə işlənmişdir? Cümlələrə baxanda C variantındakı cümlədə gördüyünüz kimi deyir ki, bu hadisəni, bax burada cavabımız C variantı. Bu hadisəni heç kim elə əlinin özü də unutmadı. Bax buradakı elədir, bir də sözləri köməkçi nitq hissələridir. Elə olacaq ədat, də olacaq bağlayıcı. Yəni filan kəs də unutmadı, əlinin özü də unutmadı. Yəni ki, də burada bağlayıcı, elə sözü isə ədat olacaq. Doğru cavabımız C variantına uyğundur. İkinci cümlədə, ikinci sualda belə deyir, hansı sözdə leksik şəkilçilərin sayı daha çoxdur? Gəlin leksik şəkilçilərin sayını bilmək üçün kökə və şəkilçiyə ayıraq. Deməli, belədir. Boyaqçılıqdan sözündə, deməli, boya sözün kökü, boyaq leksik, boyaqçı leksik, boyaqçılıq, boyaqçılıqdan. B variantında deyir, azaltmışdır. Az sözün kökü, azalt, azaltmış, azaltmışdır. Peşmançılıq sözünün kökü peşman, çılıq ayrı, peşmançı sözü olmadığı üçün çılıq şəkilçisi bir şey götürülür, bir də da. Bildirilmişdir söz, bil sözün kökü bildirmək, bildirilməkmişdir. Yağmurlu sözün kökü yağ, yağmur, yağmurlu, yağmurlu. Belə baxanda görünür ki, bax burada 3 leksik, burada 2, burada 1, burada 2, burada 2. Gördüyünüz kimi A variantına daha çox leksik şəkilçilər biz görürük A variantında. Doğru cavabımız A variantı olacaq. 3-dədir, cümlələrin birində yönlük halda olan sözün yazılışı ilə deyilişi fərqlənir. Gəlin baxaq görək. Yönlük halda olan sözdə baxın C variantında gördüyünüz kimi tamaşaya sözü necə tələffüz olunacaq? Tamaşıya. Yəni yönlük halda olan söz fərqli cür tələffüz olunur. Yazılışı və deyilişi fərqlənir. Tamaşaya. Yönlük hansı da AE şəkilçisi idi də. AE yayə şəkilçisi. Əgər söz sait ilə bitirdisə, özündən sonra sait ilə başlanan şəkilçi gələndə ortaya bir dənə y bitişdirici samit əlavə olunurdu. Onun üçün biz ona deyirdik ki, AE, bir dənə də yayə deyirdik. Əslində bu yayə fərqli şəkilçi deyil. Dediyim kimi, sözdə əgər söz sait ilə bitirsə və özündən sonra sait ilə başlanan bax A kimi, Ə kimi şəkilçi gəlirsə, ortaya bir dənə y bitişdirici samit əlavə olunacaq. İndi burada da sözün kökü tamaşadır. Tamaşa sözünə AE yönlük hal şəkilçisi artırılıb və A ilə bitdiyi üçün ortada y bitişdirici samit işlənilib. Və tələffüz zamanı tamaşaya demirik, deyirik tamaşaya getmişdim və yaxud da tamaşaya baxmağa xeyli adam gəlmişdi və s. Ona görə cavabımız olacaq C variantı. 4-cü sualda deyir ki, hansı cümlədə düz sözü leksik mənaya malik deyil? Yəni ki, hansı cümlədə deyir düz sözü köməkçi kimi işlənib? Leksik məna nədir? Leksik məna olsa, əgər düz sözün leksik mənası olsa suala cavab verəcək, cümlə üzvü olacaq. Amma qrammatik məna odur ki, məsələn, köməkçi nitq hissələrinin yalnız qrammatik mənası var. Onlar suala cavab vermir, belə deyim də, müəyyən cümlə üzvü olmur. Amma
leksik mənada bunların tam əksi baş verir. Onun üçün baxırıq nə deyir? Hansı cümlədə düz sözü leksik mənaya malik deyil. Fərhada elə gəldi ki, döyüşçü düz danışmır. Yox, bu deyil. Görək hansıdır? Mən sənə məsləhət görürəm. Ayrılıq çəkib bu nəydi? Baxaq görək. Gəlin bir bu cümlələri oxuyaq. Ayrılıq mı çəkib boynu əyridir? Heç yerdə görmədim düz bənövşəni. Necə bənövşəni? Düz bənövşəni. Burada artıq suala cavab verəcək, onun üçün A deyil. Mən sənə məsləhət görürəm ki, öz yolunla düz get. Necə get? Düz get. Pilləkənlərdən yuxarı dırmaşan adam düz buraya, Arifin evinə gəldi. Aha. Düz buraya. Gördüyünüz kimi baxın, köməkçidir. Burada heç bir suala cavab vermədiyi üçün cavabımız oldu C variantı. Yəni leksik mənası yoxdur, yalnız qrammatik mənası var. Buradakı düz sözü də yalnız qrammatik mənada olduğu üçün sualımızın doğru cavabı kimi götürülür. 5-ci sualda deyir, feildən düzələn ismin işləndiyi variantı seçin. Feildən isim düzəlsin. Gəlin baxaq. Deməli, kəsdən kəskin, gərgində gərmək feilindən gərgin sifəti düzəlib. Belə deyim. Nə deyirdi şərtdə bircə dəqiqə? Feildən düzələn isim. Hə. Sonra küsdən küskün. Bu da deyil. Aldan alıcı. Baxın, al. Nə et? Al. Alıcı kim? Alıcı. Ağlağanda da ağla sözün kökü. Ağla sözün kökü ağlağan necə? Ağlağan uşaq. Burada sifət olacaq. Məsələn, kəskin bıçaq. Necə bıçaq? Kəskin bıçaq. Gərgin insan. Necə insan? Gərgin insan. Küskün insan da ola bilər. Hamısı necə suala cavab verir. Amma burada al sözün kökü, yəni feil kimidir. Nə et? Al. Alıcı olanda artıq insan məzmunu bildirir. Yəni isimləşir. Alıcı. Bir şey gedir alır, olur alıcı. Yəni kim alır? İnsan alır da. Yəni ona görə də isim olacaq. Yəni feildən düzəlmiş isim. Oldu doğru cavabımız D variantı. 6-cı sual. Hansı cümlədə nə sualına cavab verən cümlə özü və mübtəda deyil? Yəni mübtəda deyilsə, deməli burada nə sualına cavab verir, amma şəkilçisi gizlənib. Gəl baxaq aya. Balaca oyuncaqlarını yığıb gətirmişdi. Kim? Balaca. Hansı cümlədə nə sualına? Burada nəyi var? Oyuncaqlarını nə etmişdi? Yığıb gətirmişdi. Heç burada nə sualına cavab verən söz yoxdur. Tezliklə sağalması üçün meyvə yeməlidir. Hə, nə yeməlidir? Meyvə yeməlidir. Amma burada meyvə mübtəda deyil. Nədir? Tamamlıqdır. Meyvəni yeməlidir. Görürsünüz, gizlənib. Ona görə də doğru cavabımız B variantına bərabərdir. 7. Uşaqlar bayaqdan həyətdə oynayırdılar. Baxın, sözün düzgün yazılışı oynayırdılar. Düzgün tələffüsü oynayırdılar. Deməli, düzgün yazılış oynayırdılar olacaq. Düzgün tələffüs nə olur? Oynayırdılar. Gəlin, baxaq görək bizdən variantlarda nədir? Deyir ki, cümlədə fərqləndirilmiş sözün fonetik təhlili ilə bağlı yanlış fikirlər istəyir. Yəni, doğruları yox, yanlışları istəyir. Bütün hecaları samitlə başlayıb saitlə bitir. Baxın, elə birincidən gördüyün kimi bütün hecaları heç samitlə başlamır axı. Hansılar başlamır? Baxın, burada məsələn oynayırdılar. Düzdürmü? Axı bu samitdir ki, bu belə birinci hecası samitlə yox, saitlə başlayır. Onun üçün yanlış fikir deyəndə elə birincini götürürük də, çünki yanlış istəyir. Bütün samitlər cingiltilidir. Bəli, samitlərə baxarsınız, görürsünüz, yıdı, nıdı, yıdı, rıdı, dıdı, lıdı, rıdı. Hamısı nədir? Cingiltilidir. Bu doğru olduğu üçün götürmürük. Yazılışı və tələffüzü arasında 3 fərqli məqam var. Bəli, fərqli məqam budur. Buradakı A U-ya çevrilib. Qələmin rəngini dəyişim. Buradakı A U-ya çevrildi. Buradakı I U-ya çevrildi. Buradakı I U-ya çevrildi. 3 dənə fərqli məqam oldu. Onun üçün də nə edirik?
3'ü də götürmürük. Saitlərdən 4'ü dodaqlanmayan, biri dodaqlanandır. Gəlin baxaq. Bax, dodaqlanan, u dodaqlanan, sonra buradakı u dodaqlanan, dodaqlanan, dodaqlanmayan. Dodaqlanmayan. Düzdür? Saitlərdən 4'ü dodaqlanmayan, biri dodaqlanandır deyirsə, deməli yanlışdır. Niyə? Bunun əksi olacaq. Saitlərdən biri dodaqlanmayan, 4'ü dodaqlanan olacaqdır. Onun üçün 1 və 4 bizim doğru variantımızdır. Deyir, çar qarşılığı olmayan 4 samit işlənmişdir. Baxaq görək samitlərə çar qarşılığı olmayan. Gəl samitləri bura yazaq. Bax, y, n, y, r, d, l, r. Çar qarşılığı olmayan 1, 2, 3, 4. 4 dənə samit işlənir. Bəli. Bu da düzdür. Onun üçün 1 və 4 yanlış olduğu üçün 1 və 4'ü götürdük. Cavabımız B variantı. Buraxılmış durğu işarələrinin ardıcıllıqla tamamlayın. Üzünü çevirib qoşa nöqtə və dırnaq. Gördüyünüz kimi dialoq olmadığı üçün dırnaq açıldı. Siz niyə gəldiniz? Sual verir. Niyə? Sual əvəzliyi var burada. Dırnağı bağladıq, tire qoyduq. Soruşdu, nöqtə. Deməli, qoşa nöqtə, dırnaq, sual, dırnaq, tire, nöqtə. Hansındadır? Qoşa nöqtə, dırnaq, sual, dırnaq, tire, nöqtə. Baxın, cavabımız Y variantı. 9. Cümlələrin biri quruluşuna görə fərqlidir. Deyir, yəni hər hansı biri ya sadədir, qalanı mürəkkəbdir, ya nə bilim 4'ü mürəkkəbdir, biri sadədir, yəni fərqi yoxdur da, hər hansı biri fərqli olsun digərlərinə nisbətən. Deməli, qapını açdım, içəri daxil oldular. Mən açdım, onlar daxil oldular. Deməli, mürəkkəbdir. Ona kömək etdik, bizə təşəkkür etdi. Məsələn, biz kömək etdik, amma o təşəkkür etdi, mürəkkəbdir. Otağın qapısı açıldı, tez də örtüldü. Açılan da otağın qapısıdır, örtülən də otağın qapısıdır, ona görə sadədir. Gah məni dinləyirdi, gah da mən danışırdım. Dinləyən odur, danışan mənəm. Deməli, mürəkkəbdir. Maşından düşdü, onu qarşıladılar. Maşından onlar düşdü, onu da başqaları qarşıladı. Onun üçün mürəkkəbdir. Deməli, doğru cavabımız C variantıdır. Sadə və mürəkkəb cümlələrə aid sual idi. 10-cu sualda mətnlə əlaqəli bir sualdır. Deyir ki, mətnin ideyasını müəyyənləşdirin. Kiçik kəndlərin birində çox hiyləgər bir oğru var idi. Bir gün bu oğru bir dəst paltar oğurlayıb bazara satmağa aparır. Bazarda da başının qarışıq olduğu vaxt başqa bir oğru ondan həmin paltarı oğurlayır. Oğru əli boş, keyfsiz qayıdıb gəlir. Yoldaşları ondan soruşurlar. De görək neçəyə satdın? Hansı qiymətə almışdımsa, elə o qiymətə də satdım deyə oğru cavab verdi. Görək mətnin ideyası burada nədir? Deyir, qorxan gözə çöp düşər. Burada yəni qorxmağa aid heç nə yoxdur. Onun üçün A variantı cavabımız deyil. Malını yaxşı saxla, qonşunu oğru bilmə. Bununla qarışdıra bilərsiniz. Məsələn, malını sən qoru saxla, amma qonşunu da oğru bilmədi. Yəni elə saxla ki, kimsə gəlib oğurlamasın da. Amma o sənin malın deyil axı. Onu oğurlamısan. Bax, öz malın ola, öz halal məsələn malın ola, paltarın ola, hə, beyni götürmək olar. Amma burada həmin oğru kiminsə halal malını oğurlayıb və oğrudan da gedib kimsə bunun oğurladığı şeyi oğurlayıb. Ona görə onun malı sayılmır. Abırlı abırından, abırsız nədən çəkinə. Bu da heç əlaqəsi yoxdur. Sonrakı peşmançılıq fayda verməz. Əslində burada peşman olacağı nə ola bilər? Məsələn, oğurladığı şeyi qorumadığı üçün peşman ola bilər. Amma belə başqa bir peşmançılığa aid heç nə yoxdur axı burada. Əgər mətndə deyilsəydi ki, oğru elədiyi əməldən peşman oldu, başqasının nə bilim malını oğurladığı üçün peşman oldu, hə, o uyğun gələrdi. Amma burada sadəcə bikef olmağının səbəbi o idi ki, oğurladığı malı kiməsə oğurladıb onun üçün. Və Y-də deyir, nə tökərsən aşına, o çıxar qaşığına. Deməli, nə elədinsə deyir, yaşatdığını yaşamalısan da. Yəni bir növ yaşatdığını yaşayıb burada oğru. Yəni ona görə də doğru cavabımız Y variantı olacaq. İndi gəlin keçək riyaziyyat suallarına. 10 dənə riyaziyyat sualımız var. 11-ci sual deyir ki, 6 kitab
5 qələm. Gəlin dedikcə yazaq. 6 kitab, 5 qələm, 8 dəftər. Neçə manatdır? 18 manatdır. Düzdürmü? 18 manat. 2 qələm, 5 dəftər, 3 kitab. İndi burada yerlərinin səhvdəşik, məsələn, qarışıq yazılmağına baxmayın. Amma biz kitabı kitabın altında, qələmi qələmin altında, dəftəri dəftərin altında yazsaq və pulu da pulun altında yazsaq bir problemimiz yoxdur. Deyir ki, 2 qələm. Qələm anı baxıram, 5 qələmin altında 2 qələm yazıram. Üstəgəl hər iki tərəfinə bu. 5 dəftər. Dəftərin altından 5 dəftər yazıram. 3 kitab, kitabın altından 3 kitab yazıram. Bir yerdə hamısı 6 manatdır. İndi eyni bir kitaba, qələmə, dəftərə gətirmək üçün baxıram, 6-dan 3 çıxıram, tərəf-tərəfə çıxıram bunları. 6-dan 3 çıxıram, 6 kitabdan 3 kitabı çıxıram, 3 kitab qalır, üzərinə gəlirəm, 5 qələmdən 2 qələm çıxıram, 3 qələm qalır, üzərinə gəlirəm, 8 dəftərdən 5 dəftər çıxıram, 3 dəftər qalır, bərabər olur, 18-dən də 6 çıxıram, 12 manata. Deməli, hərəsindən 3 dənə olanda 12 manat pul verilir. Amma hərəsindən bəs bir dənə olanda bir kitab, bir qələm, bir dəftər, deməli, hər tərəfi 3-ə böləcəyik də onda. O da eləyir 4 manat. Çox sadə sual idi. Cavabımız oldu B variantı. 12. Deyir, radiusu 8 sm olan çevrənin xaricinə çəkilmiş kvadratın perimetri bərabəryanlı trapesiyanın perimetri ilə eynidir. Baxın, belə bir kvadratdır və radiusu 8 sm olan çevrənin xaricinə çəkir. Birinci çevrəni çəkməliydik. Fərqi nədir ki? Çevrəni çəkdik və çevrənin radiusu neçədir? 8-dir. Əgər radius 8-dirsə, çevrənin tərəfi, kvadratın tərəfi olacaq 16. Çünki kvadratın tərəfi diametrə bərabərdir. Düzdür? Kvadratın tərəfi diametrə bərabərdirsə, radius da diametrin yarısı olduğuna görə, əgər radiusum 8-dirsə, diametr 16-ya bərabərdir. 16 buradırsa, kvadrat olduğu üçün hər tərəfi 16 olacaq. Düzdür? İndi nə deyir? Perimetri bərabəryanlı trapesiya. Bir dənə də bərabəryanlı trapesiyamız var. Bu trapesiyanın oturacaqları biri 8-dir, biri 12-dir. Burada nə çaşdıra bilərsə, oturacaq deyəndə yalnız bunu nəzərdə tutarsınız, amma bax, bunun özü də bir oturacaqdır. Bildiniz necə? Yəni, yalnız bu oturacaq, biz buna yalnız oturacaq demirik. Yəni, oturacaqları görsən, deyir 8 və 12-dir. Yaxşı. İndi biz bunun enini tapmaq üçün, bax, bunların perimetrləri bir-birinə bərabərdir də. Gəlin bir də oxuyalım. Radiusu 8 sm olan çevrənin xaricinə çəkilmiş kvadratın perimetri bərabəryanlı trapesiyanın perimetri ilə eynidir. Bax, bunun perimetrini tapsaq, bunun perimetrini tapmış olacaq. Perimetri necə tapılır? Kvadratın 16-dan 4 dənədir. Çünki kvadratın tərəfləri bir-birinə bərabərdir. Alt 4-ün 24 2 yadda, 4 1-in 4, 2 yadda al. Deməli, bunun perimetri 64-dürsə, onda bunun da perimetri 64-dür. Və oturacaqları 12 və 8 cəmi neçə yerə 20-dirsə, indi, bax, bir yan tərəfləri necə tapırıq? 64-dən 20-ni çıxıram, qalır neçə? 44. 44 bunun və bunun cəminə bərabərdir. Yəni, bax, yan tərəf 2 dənə olduğu üçün ilə 2-yə də bölsəm, bir tərəfinin, yan tərəfinin, yəni birinin uzunluğunu tapmış olacaq. 44-də 2-yə böləm 22. Burada 22-dir, burada 22-dir. Baxın, indi 22, 22, 44, 8 ilə də 12, 20 eləyir. Bunların hamısını toplasam 64 verir. Eyni ilə bunun perimetri buna bərabər olduğu kimi. Cavabımız oldu 22-yə bərabər. 13. Yüzlüklərə qədər yuvarlaqlaşdırıb 4-ə vurduqda 3200 edən ən böyük rəqəmləri müxtəlif. İndi bura qədər yazaq, bax. 4-ə vurandan sonra 3200 edib. Əvvəli neçə imiş? 3200-ü böləm 4-ə, əvvəli 800. Düzdür? İndi yüzlüklərə qədər yuvarlaqlaşdırıb belə şərti belə dəyişim də. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 800 alınan ən böyük ədəd. Yüzlük deyəndə demişdim 800-ün üzərinə 49 gəlir. Bərabərdir 849. Elə burada gördüyünüz kimi
Müxtəlif elə rəqəmləri müxtəlifdir də özü. Əgər burdan nəsə məsələn 49 yox 44 olsaydı yerlərini dəyişərdi. Elə zaten burada alınan ədəd rəqəmlərin müxtəlif ən böyük, yəni yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 800 alınan rəqəmləri müxtəlif ən böyük elə ədəddir. İndi nə deyir? 3 rəqəmin ədədin rəqəmləri cəmini tapın. 8, 4 və 9. Bunların cəmi neçə eləyir? 8 ilə 4 12, 12 ilə 9 21. Cavabımız oldu B variantı. 14. İki avtomobil eyni anda qarşı-qarşıya iki məntəqədən yola düşür. Birinci avtomobilin sürəti 95, ikincinin sürəti 85-dir. 4 saat 30 dəqiqədən sonra avtomobillər görüşərsə, məntəqələr arasındakı məsafə nəyə bərabərdir? V1-im neçədir? 95. V2 neçədir? 85. T 4 saat 30 dəqiqə. Gəl bunu ümumi saata çevirək. 30 dəqiqəni də saata çevirək. Və 4 saat 30 dəqiqə o deməkdir ki, 4 tam 60-da 30. İndi bunu gəlin düzgün olmayan kəsrə çevirək. 4 tam 60-da 30, 4 tam 30-la 30-un özünə ixtisar gedəndə 2-də 1 qalır da. 2-də 1, bu da bərabərdir. 4-ü 2-yə vurub üzərinə 1 gəlirik. 2 4-ün 8 üzərinə 1 gəldik 9. 2-də 9-u. 2-də 9 saatdır. 4 saat 30 dəqiqə, 2-də 9 saatdır. Bunu fərqli yolla da həll edə bilərsiniz. Məsələn, ayrı-ayrılıqda 95 km/saatla gedirsə, 1 saata 95 km/saatla hərəkət edirsə, 4 saat 30 dəqiqə nə qədər gedir? Birinci bunu taparıq, sonra bunu taparıq, sonra toplayarıq. Neynirəm? Ən asan yolunu mən sizə deyirəm. 95 ilə 85-i toplayıram, çünki qarşı-qarşıya sürətdir. 180 eləyir. 180-in də vururam 2-də 9-a. Bərabərdir. 180 ilə 2 ixtisar gedir. Burada 90 qalır. 90-ı da 9-a vururam 810. Cavabım oldu B variantı. 15. Rəqəmləri müxtəlif olan 4 müxtəlif 3 rəqəmli ədədin cəmi neçədir? 3223-dür. Bax, 4 dənə. Birinci ədəd, ikinci ədəd, üçüncü ədəd, dördüncü ədəd bərabərdir 3223-ə. Rəqəmləri müxtəlif olan 4 müxtəlif 3 rəqəmli ədədin cəmi bax budur. Bu ədədlərin ən kiçiyi ən azı deyirsə, digər bu 3 ədədi mümkün qədər ən böyük götürəcəm ki, bu 4-cü ədədə ən kiçik ədəd düşsün. Ona görə də rəqəmləri müxtəlif ən böyük 3 rəqəmli ədəd 987-dir. Sonra müxtəlif dediyi üçün, burada müxtəlif 3 rəqəmli ədəd deyir. Əgər müxtəlif söz olmasaydı, hər birini 987 götürərdim bundan başqa. 986, 985. İndi gəl bunları toplayaq, sonra ümumi bundan çıxacaq. 987, 986, 985. 13, 13-ün üstünə 5 gəlmə 18 bir yadda, 3 8-in 24 bir də yadda 25 2 yadda, 3 9-un 27 2 də yadda 29. 2958. İndi bu üçünün cəmi 2958-dirsə və ümumi cəm 3223-ə bərabərdirsə, buna nə qədər qalır? Ona görə də 3223-dən çıxıram 2958. 13-dən 8 çıxdım 5. 11-dən 5 çıxdım 6. 11-dən 9 çıxdım 2. Burada da heç nə qalmadı. 265 D variantına bərabərdir. 16. Axın ilə sürəti 32 km/saat olan katerin axına qarşı sürəti 28 km/saatdır. Bax, katerin sürəti var, çayın sürəti var, axın ilə var, axına qarşı var. Düzdür? Axın ilə 32-dir. Bura 32 yazırım. Axına qarşı 28-dir. Mənə katerlə çayın sürəti lazımdır. Buna görə necə tapıram? Katerin sürətini tapanda toplayırdım, 2-yə bölürdüm. 2-yə bölürdüm. Çayın sürətini tapanda çıxırdım, 2-yə bölürdüm. Bu qədər sadə. 32 ilə 28 60. 60-ı da 2-yə böldüm 30. Burada da 4. 4-ü 2-yə böldüm 2. Gördüyünüz kimi bura 30'dur, bura 2'dir. 30'un üzərinə 2 gəldim 32, 30'dan 2 çıxdım 28. İndi nə deyir? Çayın sürəti, yəni 2, katerin sürətindən, yəni 30-dan neçə dəfə azdır?
30 bölünsün 2 bərabər 15 nə dəfə. Cavab oldu C variantı. 16. Deməli, tənliyimizi həll eləyəcəyik və kökü tapandan sonra 4-ə vuracağıq. Çünki 4 mislini istəyir. Bax, bu tipli tənliklərdə görürsünüz mötərizə, 3 mötərizə açılıb. Burada da bir-bir bağlanılıb. Və x-imiz demək olar ki, ən başdadır. Gəl bunu ən sondan önə doğru hesablaya gedək. Deməli, 15 əgər toplamadsa çıxırıq, bölmədisə vururuq, toplamadsa çıxırıq, nə bilim, vurmadsa bölürük və s. 15-dən 10 çıxdım 5, 5-i 8-ə vurdum 40, 40-dan 4 çıxdım 36, 36-nı 2-yə böldüm 18, 18-in üzərinə 4 gəldim. Yox, səhv getdim. 15-dən 10 çıxdım 5, 5 8-in 40, 40-dan 6 çıxdım 34, 34-ü 2-yə böldüm 17, 17-dən 4 üzərinə gəldim 21, 21-i 3-ə böldüm 7, 7-dən 5 çıxdım 2, deməli 2-ni vururam x-ə bərabər 2, x-in də qiyməti 1-ə bərabərdir. 1-in 4 mislini istədiyi üçün 4-ün özünə bərabər olacaq cavab D variantı. 18-ci sual deyir, 5 il əvvəl Nahidənin yaşı Nicatın yaşından 2 dəfə çox idi. Deməli, bu Nahidədir, bu Nicatdır, düzdür? Belə yazaq, bura 5 il əvvəldir. Mən bir yaş məsələsini, ümumiyyətlə məsələlər olanda şəkillə işləməyi daha çox sevirəm. Məsələn, ən çox yaş məsələsi olsun, bax bu formada şəkillə. Sanki belə deyim, vizual olaraq sən onu görürsən, daha aydın başa düşürsən. Bir də sürət məsələlərini şəkillə eləmək, ümumiyyətlə, yəni məsələlərə şəkillə çəkib eləmək daha yaxşıdır. Əsasda sürət və yaş məsələlərini deyirəm. Deməli, 5 il əvvəl Nahidənin yaşı Nicatın yaşından 2 dəfə çox idi. Bu 5 il əvvəl 2 dəfə çox idisə, 2x bura yazıram, x bura yazıram. Nahidənin indiki yaşı. İndi neçə il keçmiş olub? 5 il əvvəl idisə, indi 5 il sonra olacaq da. Yəni 2x plus hər biri 5 yaş böyüyəcək. Nicatın 3 il sonraki yaşından 11 vaxt çox olacaq. Nahidənin indiki yaşı, bax bu yaşı. Nicatın 3 il sonra, bax 3 il sonra x plus 5 üstünə 3 gələcəm, yəni 8 olacaq. Deyir, bundan 11 vaxt çoxdur. Əgər mən 2x plus 5 və x plus 8 bunları bir-birinə bərabərləşdirirəmsə, azın üzərinə 11-i gələcəm ki, çoxa bərabər olsun. İndi hesablayıram. Deməli, 2x plus 5 bərabər x plus 19 olur. X bərabərdir 19-dan 5 çıxıram 14. Deməli, x-in cavabı məhsulumuz 14-dür. Aparırıq, indiki yaşın yerinə qoyuruq. Məndən də Nahidənin yaşını soruşur elə. Nahidənin indiki yaşı 2x plus 5-dir. Yəni, x-in yerinə 14-ü yazsaq, 2 vur 14, üstə gəlsin 5 olacaq. 2-dən 14-ün 28, 28-in üzərinə 5 gəlirəm. 30, 33 olacaq. Aha. İndi 33-ü nəyini istəyir? Rəqəmləri cəmini istəyir. 6. Cavab oldu A variantı. 19. Deməli, şagird evdən dayanacağa 10-da 9 saata. Bax, bura evdir. Evdir. Bura dayanacaqdır, bura məktəbdir. Düzdür? Evdən dayanacağa 10-da 9 saata. 10-da 9 saat, 1 saatın 60 dəqiqədir. 60-ın da 10-da 9 hissəsi. 60-ı 10-a böldüm. 6, 6, 9-un 54. Bax, buradan bura 54 dəqiqəyə gedib. Dayanacaqdan məktəbə bundan 6-da 5 saat az vaxta gedib. 1 saatın 60 dəqiqə, 60-ın 6-da 5 hissəsi 50 dəqiqəyə bərabərdir. Amma bura 50 yazmırıq. Bura 50 yazmırıq. Az gedib deyir. Yəni, bundan 50 dəqiqə az. Yəni, 4 dəqiqə. Ümumi evdən məktəbə neçə dəqiqəyə gedər? 54 dəqiqə evdən dayanacağa idi. Dayanacaqdan da məktəbə 4 dəqiqə olduğu üçün ümumi olaraq 58 dəqiqəyə getmiş olur. Cavabımız oldu D variantı. Sonuncu sualımıza baxırıq. Deməli, hər tərəfdən 1,5 metr aralı qalmaqla düzbucaqlı şəklində olan otağa xalça sərilmişdir. Bax, belə bir otaqdır düzbucaqlı şəklində olan. İçərisində belə bir xalça var. Xalçanı da bilirik ki, yəni hər tərəfdən nə qədər metrsə aralı olur da. Burada da 1,5 metr aralıdır. Yəni, bax, bu hissə
Burada 1,5. Burada 1,5. Eyni ilə bu hissə 1,5. Bu hissə 1,5. Ümumi olaraq bura buradan 3 metr aralı olur. Bura buradan 3 metr aralı olur. Yəni eni də uzun da bir-birinə 3 metr aralıdır. İndi mənə deyir ki, xalçanın eni 6 metr. Bax, xalça eni 6 metrdir. Otağın uzunluğu 10 metr. Siz də götürürsünüz, xalçanın uzunluğuna da 10 metr yazırsınız və cavabınız alınmır. Ona görə də diqqətli oxumaq lazımdır. Birində xalçanın eni deyil, birində otağın uzunluğu deyil. Deməli, əgər otağın uzunluğu 10 metrdirsə, hər tərəfdən də 1,5, 1,5, yəni 3 metr aralıdırsa, onda xalçanın uzunluğu nə qədər olacaq? Ondan 3 çıxıram 7. Və xalçanın sahəsi 6 vurulsun 7, 42-yə bərabərdir. Bəs otağın eni nə qədərdir? Əgər bura 6-dırsa, 3 metrdə kənarları hesablasaq, burada 9-dur. Onu da vururam 9-a eləyir 90. Bu otaqdır, bu xalçadır. Mənə də nə lazımdır? Xalçanın və boş qalan hissənin. Mənə 42 lazımdır. Bir də boş qalan. Boş qalan da necə tapırdıq? Otağın ümumi sahəsindən xalçanın sahəsini çıxsaq, boş qalanın sahəsini tapırdıq. Cavab oldu. Biri 42, biri 48 metr kvadrat. Deməli belə, əziz müəllimlər, yenə də 20 suallıq sınaq izahımızın sonuna gəldik. Bu izahlar, bu sınaqlar davam eləyəcək ta 2 imtahan müddətinə qədər. Ola bilər sınaq, nə bilim, 20-də olsun, 20-yə kimi geçsin, ola bilər, nə bilim, bilmirəm də indi imtahana kimi həftədə çalışıram, həftədə 2 dəfə sınaq hazırlayayım sizin üçün. Ümid edirəm ki, izahlar yararlıdır. Bundan əlavə kanalımda bu tipli nə qədər video tapa bilərsiniz, altında linkləri ilə bərabər. Əvvəlcə linkə daxil olursunuz, işləyirsiniz, daha sonra qaranlıq qalan hissələrə videonu, yəni videoya baxaraq qaranlıq qalan hissələrə daha da aydınlaşdırırsınız. Belə növbəti izahlarda inşallah görüşərik. Sağ olun.